Udanılmaz bir fakt və inkar olunmaz bir həqiqətdir ki, Şiə məzhəbi Quranın təhrifi etiqadındadır. Onların Quran barədə olan fikirlərindən biri də budur ki, Quran ayələri Allah və Rasulunun istəyinə uyğun şəkildə yazılmamışdı. Yəni, Quran İmam Osmanın zamanında cəm edilərkən, ayələrin tərtibi, yəni sıralanması, səhabələr tərəfindən bilərəkdən pozulmuşdu ki, ayələrin mənası dəyişilsin. Necə ki, Yəhudilər də Tövratı bu cür təhrif etmişdilər. Uca Allah onların bu təhrifi barədə xəbər verərək buyurur, Yəhudilərdən bəziləri kəlimələrin yerini dəyişdirir. Məlumat kimi onu da qeyd edək ki, şiələrdən fərqli olaraq əhli sünnətə görə ayələrin tərtibatı toffiqidir. Yəni, hansı ayədən sonra hansı ayə yazılacaq, hansı ayədən sonra hansı ayə oxunacaq, bu sağlığında məhz Allah Rəsulu tərəfindən təyin edilmişdi və Allah Rəsulunun sağlığında səhabələr bütün Quran ayələrini onun təyin etdiyi tərtibatla oxuyardılar. İndi isə Rafizi Cavidin sözlərinə diqqət edin. Bu ayəni də gətirib salıblar yeyib içməyin ortasına. O belə ayələr var ki, əvvəli bir şeydir, ortası bir şeydir, axırı başqa bir şeydir. Allahdan kəlmələr necə nazil olubsa, bir hərf belə əskikdir. Bir hərf belə Qurana artırılmayıb. Nə əskikdir, nə də artırılmayıb. Amma nə olub? Məkkə ayələri bir tərəfdə, Mədinə ayələri. Bir surənin içində həm Məkkə ayəsi var, həm də Mədinə. Niyə? Ya bu Məkkədə nazil olub, Mədinə ayəsinin bu Məkkə surəsinin içində nə işi var? Bu şiə demək istəyir ki, güya Qurana nəyisə artırılmasına, yaxud ondan nəyisə çıxarılmasına etiqad etmirik. Amma və lakin ayələrin tərtibatında səhabələr Quranı təhrif ediblər. Davamına baxaq. Mədinə ayəsinin bu Məkkə surəsinin içində nə işi var? Məsələlər var ortada. O məsələlərdən də biri Əhzab surəsi 33-cü ayədir. Bu müqəddimədən sonra narahat mövzular çoxdur bu məsələdə. Hamısı araşdırma istəyir. Deməli, bu şiə demək istəyir ki, səhabələr bilərəkdən Əhl-i Beytlə əlaqəli ayəni gətirib Əl-Əhzəb surəsi 33-cü ayənin içərisinə daxil ediblər ki, qoy həmin ayələri oxuyan elə bilsin ki, Peyğəmbər xanımları da Əhl-i Beytdəndir. Necə ki, bunu şiə alimi məclisi deyik. İndi anladınızmı sizlərə təqdim etdiyim ötən videoda nə üçün təqiyyə ustası Rafizi şiəsi Əli Əl-Qurani Quranın təhrifi ilə əlaqəli suala bu cür cavab vermişdi. Əl-Quran-ı Kerim muharraf əm la və idə kana cavab na'am muharraf hal yecuz an naqra'l Quran allazi beynə eydina. Təqiyyə ustası şiə alimi Əli Əl-Quraninin cavabına diqqət edin. هذا القرآن الموجود هو حجة علينا إذا طلع الإمام المهدي سلام الله عليه وراد يعدل ببعض آيات آية مكان هذا خصه هو مهدي معصوم من ربه. Başa düşmədik. Necə məyər? Mehdi gələndə Quranın bəzi ayələrinin yerini dəyişəcək. Deməli, indi ayələr öz yerində deyil. Baxın, bu elə Quranın sahabələr tərəfindən təhrif olunduğuna, düz yazılmadığına, əsl Quranın Əli tərəfindən yazıldığına və hal-hazırda da Mehdidə olduğuna inanmaqdır. Sadəcə olaraq bunu açıq şəkildə dilə gətirə bilmirlər. İndi isə ağası Əl-Quranini müdafiə etmək istəyən bədbəxt Qasiminin sözlərinə diqqət edin. Baxın, binbaz.org.sa saytına müraciət edirik. Vəhabilərin baş müftisi Binbazın saytı deyir, həl tərtibu əsməi suvaril Qur'an təvqifiyyun. Bu başlığı yazın. Binbazın səsi də qoyulub ora. Cavabda deyir ki, əmmə tərtibuhə fil mushafi, surələrin mushəfdə, Quranda olan tərtibi, ardıcıllığı, əl-bəd'u bil-həmdi, thumməl-bəqara, thumma əl-İmran, ilə əxirihi, həzə tərtibu min ictihadi sahabəti. Deyir ki, Quran ki, həmdlə başlayır, sonra Bəqərə gəlir, sonra Ali-İmran gəlir, Quran axırına qədər olan surələr, deyib, bu tərtib sahabələrin ictihadındandır. Sahabələr ictihad ediblər, surələri bu cür tərtib ediblər. Əl-Qurana qədər rəhməhullah o cür etiqad edir. Ay kələkbaz cahil, özünü ağıllı sayıb cəmaatı qoyun yerinə qoymusan?
Şeyx İbn Bazın dediyi surələr arası tərtibatdır ki, bu məsələ alimlər arasında ixtilaflı bir məsələdir və bunun təhriflə heç bir əlaqəsi yoxdur. Yəni, Osmanın zamanında Quran cəm edilərkən hansı surədən sonra hansı surə gələcək, bu səhabələrin ictihadı ilə olub, yoxsa bunu da Allah Rəsulu təyin edib. Bu, alimlər arasında ixtilaflı bir məsələdir. Ağanız Əl-Quraninin dediyi, şeyxiniz Cavidin qeyd etdiyi və bu bədbəxtin özünün o cümlədən də bütün şiələrinə etiqad etdiyi isə, ayələr arası tərtibatın Allah və Rəsulunun muradına müxalif şəkildə yığılmasıdır ki, bu da elə təhrifin özü və təhrifin bir növüdür. Çünki surələr arası tərtibdən fərqli olaraq ayələr arası tərtibat pozulduqda bu birbaşa mənaya təsir edir. Və sizə görə səhabələr bunu bilərəkdən etmişdilər ki, Quran düzgün anlaşılmasın. Bir sözlə, ay Qasım, sənin kimlərdə bir tərəflərdə özünü ağıllı sayılan axmaq deyirlər. Görün, təhrifin bu növü barədə Qum şəhərinin elmi hovzasının ustadı Şeyx Muhammed Cəfər nə deyir? معنى التحريف هذا السؤال لا بأس به أن أفتح الجواب بصورة لازمة أنه Amma təhrifin mənasına gəldikdə, bu suala cavab verməkdə bir problem görmürəm. Bu haqda bunu deyə bilərəm ki, təhrifin mənalarından biri də bir şeyi öz yerindən götürüb başqa yerə qoymaqdır və bu mənada təhrif Quranda baş vermişdir. Davam edək. Yazıblar videodakı əlimizdə mövcud olan Quran ibarəsinə diqqət etdinizmi? Həqiqətən nəsə tapıblar kişilər. Deməli, əlimizdə mövcud olmayan Quranda var. Biz dəfələrlə demişik ki, vəhabilərin fəhmində problem var. Bunlar adi alimlərimizin sözlərini başa düşə bilmirlər, hədislərimizi başa düşməyə çalışırlar güya. Baxın, Əl-Qur'anul Mevcud deyir bir nəfər. Bu o mənanı verir ki, bunun məfhumu budur ki, yəni əlimizdə olmayan Quran da var. Eybi yoxdur. Siz şiyələr təqiyyə etməyinizdə davam edin. Biz əhli sünnət də sizin maskalarınızı cırmaqla məşğul olaq. İndi görək siz şiyələrə görə. Əlimizdə mövcud olmayan Quran da var, yoxsa yoxdur? El-Kur'an-ül Kerim əmərən Nəbi sallallahu aleyhi və aleyhi. Allah Rəsulu məhz Əliyə Quranı toplamağı və onu yazmağı əmr etdi. Əkmələ cəm'əhu. Əli də Quranı cəm etdi və biz belə etiqad edirik ki, onun yazdığı Quran bu Qurandan fərqlənir. Həm surələrin tərtibatına görə, həm də ayələrin tərtibatına görə fərqlənir. Əlimizdə olan Quranda hər hansısa bir artırılması və azaldılması olduğunu demirik, amma bu Quran Əlinin cəm etdiyi və hal-hazırda Mehdidə olan Quranla tərtibatına görə fərqlidir. Bəs elə isə bu Quran bizim üçün hüccət sayılmırmı? Yox, hüccət sayılır. Çünki insanlar, yəni digər müsəlmanlar kimi bizə də Quranı oxumaq əmr edilmişdir. Və bizim əlimizdə onsuz da bu Qurandan başqa nüsxə yoxdur. O biri nüsxəyə gəldikdə isə o Əhl-i Beytdədir. Mehdi zuhur edib o Quranı ortaya çıxartdıqda hamımız ona tabi olacağıq. Nemətullah Əl-Cəzairi bir çox şiyyəni maraqlandıran bir sualı belə cavablandırır. Əgər deyilsə ki, Qur'anın dəyişdirilməsi ilə birgə onu oxumaq və onunla əməl etmək necə mümkün olur? Cavabında deyirəm, artıq hədislərdə məsum imamlardan rəvayət olunmuşdur ki, onlar öz şiyyələrinə əldə mövcud olan Qur'anı namazda və başqa ibadətlərdə oxumağı və onun hökmləri ilə əməl etməyə əmr etmişdilər. O vaxtacan ağamız sahib əz-zaman zuhur edəcək və insanların əllərində olan Qur'anı səmaya qaldıracaq. Əmirül-Momininin, yəni Əlinin yazdığı əsl Qur'anı ortaya çıxaracaq. Onu oxuyacaq və onun hükümləri ilə əməl edəcək. Əgər Quranın təhrif olunmadığını dilə gətirən şiə həmvətənlərimiz öz iddialarında səmimi və haqlıdırlarsa, o zaman şərh bölümünə gəlib bu cür yazsınlar. Quranın təhrif olunduğunu deyən hər kəsə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Ağıl və İslam neymətinə görə uca Allaha sonsuz həmd və sənalar olsun. Rəbbim millətimizi bu kələkbaz şiyələrin fitnə və fəsadlarından qorusun. Amin.